Akupunktura, yəni iynə batırmanın tarixi qədim şərqdən gəlir. Bu bir enerji tibbidir. Enerji bədənimizdə müxtəlif yollar, meridianlar boyunca hərəkət edir və bu enerji yin-yang, yəni müsbət və mənfi təbiətlidir. Biz o enerjini qidadan, havadan alırıq. Enerji sərbəst hərəkət etdikcə insan sağlamdır. Şərq təbabətinə görə xəstəliklərin yaranmasında xarici patogen faktorlarla yanaşı emosiyalarımız, hisslərimiz də rol oynayır. Məsələn, aşırı qəzəb, üzüntü, qorxu kimi emosiyalar sağlamlığımıza ziyan verir. Akupunkturla baş ağrılarını, migren, gərginlik kimi baş ağrılarını, boyun bel ağrısı, həmçinin həzm sistemi, tənəffüs sistemi, uro-ginekoloji sistem xəstəliklərini müalicə etmək olar. Akupunktura düzgün texnika ilə tətbiq edildikdə klinik praktikada real nəticələr verən güclü bir metoddur.